Salam əziz izləyicilər. Hər birinizi Azərbaycanın qədim diyarı olan Gəncə şəhərindən salamlayırıq. Bu gün biz Azərbaycanın ən qədim və ən müqəddəs ziyarətgahlarından biri olan Gəncə İmamzadəsindəyik. Gəncə İmamzadəsi, İmamzadə İbrahim, 5-ci imamımız İmam Muhammed Baqir əleyhissalamın övladı, İmam Hüseyn əleyhissalamın nəvəsi və əziz peyğəmbərimizin pak nəslindəndir. Onun atası İmam Muhammed Baqir əleyhissalamın müqəddəs qəbri şərifi Mədinə şəhərində Bəqi qəbirstanlığında yerləşir. İmamzadə İbrahim zalim hakimiyyətin zülmündən Gəncə şəhərinə sığınmış, burada yaşamış və Gəncədə şəhid olmuşdur. Sonradan onun məzarı üzərində bu gördüyünüz abidə inşa edilmişdir. İmamzadə kompleksinin əsası 8-ci əsrdə qoyulub. Sonralar Səfəvilər, Qacarlar və Çar Rusiyası dövründə dəfələrlə bərpa və restavrasiya işləri aparılıb. Bu da onu göstərir ki, İmamzadə kompleksi və İmamzadə ziyarətgahı xalqımızın iman mərkəzi olub. Ora təkcə tarixi abidə deyil, həm də Əhl-i-Beytə olan sevgi, imanın və mənəviyyatın canlı şahididir. Hal-hazırda İmamzadə kompleksinin bir çoxlarının görmədiyi məqamındayıq. Siz ziyarətə gələrkən bir İmamzadənin qəbrini görürsünüz, bir də çöldən olan əsas günbəz hissəsini. Amma məlum oldu ki, İmamzadə kompleksinin 3 günbəzi var. Biri 8-ci əsrdə imamın qəbri olan hissədə olan günbəz, ikinci 17-ci əsrdə Səfəvilər İmperiyası dövründə tikildiyi ikinci hissə bu gördüyümüz günbəz və biri məscidin günbəzi. Ona görə bu kompleksi 3 günbəzi olan kompleks adlandırmaq olar. Əziz dostlar və dəyərli möminlər, bu İmamzadə ziyarətgahı həm tarixdir, həm imandır, həm də Əhl-i-Beytə olan sevginin simvoludur. Necə deyərlər, keçmişini bilməyən gələcəyinə qadir deyildir. Bu həm də Əhl-i-Beytə olan sevginin bir simvoludur. Peyğəmbər Əkrəmin dilindən Allah Təbarək və Teala Quran-ı Kərimdə buyurur ki, əgər mənə peyğəmbərliyimin əvəzini vermək istəsəz, mən sizdən Əhl-i-Beytimə, yaxınlarıma məhəbbətdən başqa heç bir şey istəmirəm. Peyğəmbər Sələvatullah özü belə sahabələrinə buyurub ki, sizlərdən heç bir əcr və mükafat istəmirəm, yalnız və yalnız məvəddətə fil qurba, mənim yaxınlarıma məvəddət, yəni məhəbbət ediyor. Və bu imamın övladıdır. İmam Baqir əleyhissalamın övladı İbrahimin mübarək qəbri şərifi. Azərbaycanda çox az saylı tarixi, sənədi, sübutu olan ziyarətgahlardan biri Gəncə İmamzadəsi. Gəncəyə yolunuz düşərsə, mütləq və mütləq bu kompleksi ziyarət eləyin. Allah Təbarək və Teala Quran-ı Kərimin Yunus surəsi 62-ci ayəsində imamlarını, Allah dostlarını, imamzadələrini bu cür tərif eləyir. Bilin ki, Allah dostları üçün qorxu yoxdur. Onlar kədərlənməzlər.